Sən biz çox şeylər danışdılar. Sən kimin şotuna tanımırsan? Ən azından bilirlər mən kimin şotuna tanımışam, sən kimin şotuna tanımırsan. Bugün mən şotuma tanınan insanlar məni üz sevirir. Elə şey var. Arzun tanıyan var idi. Mən heç tanımıram indiyə də. Sən mənim şotuma tanımırsan da, yəni də. Mənim sayəmdə tanımırsan da. Arzu tanıyan var idi məndən qabaq. Var idi, prosta. Danışmayayım. Danışmaq istəmirəm. Başqa da. Danışma sən. Danışmaq sən deyəndə mən bu günə kimi sıxıb saxlamışam. Allah ki, çox sıxıb saxlamışam. Mən bu günə kimi anam çıxıb dedi ki, sən narkomansan. Gəlsin test eləsin. Bax, mən danışmamışam bu barədə. Amma deyirəm, gəlib test eləsin ki, mən narkomanam. Subutu ilə. Desin ki, Aytaz 17 yaşında hamilə olub. Subutu ilə gəlib çıxım qarşınızda. Deyim ki, hə, bu yaşda mən hamilə olmuşam. Lap belə zor eləmişəm. Aydınlığına kim getmək istəmirəm. Yəni, danışdığına kül baş və kül elə sizin başınıza ki, mən ən azından mənim yanımda olan birisinin yanındayam. Mən amma bilirəm, mən kimlə bir yerdəyəm. Məni yarı yolu qoyan bir insana mən heç vaxt bir yerdə olmaram. Bunu sizə deyim, biləsiniz. Mən bu vəziyyətə canlı açıramsa, demək ki, mənə çox təsir eləyib o canlı yayınlar. Sən kimə görə tanınmışsan, sən kimə... Mən əzizdən mənim yanımda olan insana görə tanınmışam. Sən kimsən ki, sən mənə görə tanınırsan? Sən tanıyan var idi. Ağzıma sıxıldılar, ey Allah, onda olsun.